Deyək tutaq ki, lap 90%-in süni intellektlədir. Əgər 10% insan faktoruna qalırsa, deməli həmin o 10% təzədən o birisi 90%-i yoxlamalıdır. Yəni bugün deyilən süni intellektin hamısı da bugün ideal vəziyyətdə deyil və doğrudan da ciddi investisiyalara ehtiyacı var süni intellektin. Yəni biz yarı avtomatik proseslərdən danışa bilirik. Tam avtomatlaşdırılmış proseslər hələ gəlib çıxmayıb və mən artıq son 5 ildir bu sferadayam və biz davamlı olaraq future extraction-dan danışırıq, avtomatlaşdırılmış ki, ərazi çəkiləndən sonra lazım olan obyektlərin avtomatik şəkildə təyin olunub layların yaradılması hələ də buna nail olunmuyor. Bəli, çox danışılır, amma nail olmaq doğrudan çox çətindir. Hə, burada süni intellekt var, burada maşın idarəçiliyi var, maşın learning yox, o qədər asan deyil. Ona görə də mənim bugünkü bu mövzu ətrafında danışmağım odur ki, bugün təhsili texnologiya ilə bir yerdə iqtisadiyyata yaxınlaşdırmaq lazımdır. Bugün iqtisadiyyatın tələblərini öyrənmək lazımdır. Elə bil ki, bir həkim xəstə ilə maraqlandığı kimi iqtisadiyyatın inkişaf eləməsi üçün, sağalması üçün, daha yaxşı inkişaf eləməsi üçün nələrə ehtiyac var? Simptomlar təyin olunmalıdır. Harda çatışmamazlıqlar var?